Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq. Gəlin, növbəti 7 gün ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf edək. Mayın 19-dan 25-inə qədər bütün bürclər üçün ətraflı ulduz falını təqdim edirik. Qoç. Bu həftə enerjin yüksələcək və yeni işlərə başlamaq üçün əla fürsətlər yaranacaq. Ətrafındakı insanlara qarşı biraz səbirli ol, çünki tələskənlik anlaşılmazlıqlara yol aça bilər. Maliyyə sahəsində ani qərarlardan çəkinməlisən. Romantik sahədə isə gözlənilməz bir jest səni sevindirə bilər. Boğa. Daxili sakitliyini qorumaq bu həftənin əsas açarı olacaq. Ev və ailə ilə bağlı məsələlərdə xoş inkişaflar mümkündür. Yeni gəlir mənbəyi və ya uzun müddətdir düşündüyün bir plan bu dəfə real nəticə verə bilər. Güzəştli yanaşma münasibətlərdəki gərginliyi azaldacaq. Əkizlər. Sözlərin gücü sənin tərəfindədir. Düzgün ifadə etdikdə qarşı tərəfi asanlıqla inandıra bilərsən. Lakin həddindən artıq açıq sözlü olmaq yaxın biri ilə mübahisəyə səbəb ola bilər. Yeni tanışlıqlar və sosial dairənin genişlənməsi səni ruhlandıracaq. Yaradıcı fəaliyyətlərə başlamaq üçün əla vaxtdır. Xərçəng. Həssas və emosional tərəfin bu həftə daha da ön plana çıxır, amma özünü qorumağa çalış. İş həyatında sürətli qərarlar nəticə verə bilər, xüsusilə instinktiv olaraq verdiyin qərarlara güvən. Ailə ilə münasibətlərdə səbirli davranmaq vacib olacaq. Duyğularını yazmaq və ya yaradıcılıq vasitəsilə ifadə etmək rahatlıq gətirə bilər. Şir. Bu həftə diqqət mərkəzində olmaq üçün çox fürsətin olacaq, enerjin və cazibən artıb. Amma özünü həddindən artıq ön plana çıxarmaq bəzilərində qıcıq yarada bilər. İş həyatında liderlik bacarığınla uğur əldə edə bilərsən. Sevgi münasibətləri isə biraz sınaqdan keçə bilər. Qız. Plan və təfərrüatlara diqqətin bu həftə sənə uğur gətirəcək. İş və ya təhsil sahəsində önəmli bir məsələni uğurla həll edə bilərsən. Sağlamlıqla bağlı kiçik narahatlıqlar gündəmə gələ bilər, amma diqqətli olsan tez ötüşəcək. Romantik münasibətlərdə isə dürüstlük və açıq ünsiyyət önəmlidir. Tərəzi. Ətrafındakı insanlarla harmoniyanı qorumaq bu həftə əsas hədəfin olacaq. Romantik münasibətlərdə balansı saxlamaq çətinləşə bilər, amma doğru sözlər problemi həll edə bilər. İş mühitində yeni ortaq layihələr uğur gətirəcək. Gözlənilməz bir dəvət sosial dairəni genişləndirə bilər. Əqrəb. Güclü hisslərin və iti intuisiyan bu həftə sənin əsas gücündür. Gizli qalan bir məsələ ortaya çıxa və münasibətlərə təsir edə bilər. İşdə sakit və fokuslanmış davranmaq sənə uğur gətirəcək. Daxili narahatlığını idman və ya meditasiya ilə azaltmağı sınamalısan. Ox atan. Yeni ideyalar və səyahət planları səni həyəcanlandıracaq. Amma bu həftə yaxın bir insanın sözlərini nəzərə almamaq münasibətlərdə gərginliyə səbəb ola bilər. Yaradıcılıq və özün ifadə sahəsində əla nəticələr əldə edə bilərsən. Pul xərcləməyə meyilli olacaqsan. Oğlaq. Karyera sahəsində ciddi addımlar atmaq üçün uğurlu bir həftədir. Zəhmətinin qarşılığını görmək səni daha da motivasiya edəcək. Amma ailə daxilində anlaşılmazlıqlar baş verə bilər, səbirli olmağa çalış. Pul məsələlərində real ol, risk etmə. Dolça. Yaradıcı enerjin zirvədədir, yeniliklərə açıq olsan çox şey qazana bilərsən. Dostlarınla olan ünsiyyət səni həm ruhlandıracaq, həm də motivasiya edəcək. Texnoloji cihazlarla və ya sənədlərlə bağlı xırda problemlər ortaya çıxa bilər. Yeni bir fikri reallaşdırmaq üçün mükəmməl zamandır. Balıqlar. Bu həftə daxili dünyana daha çox yönələcəksən, intuisiyan sənə doğru yolu göstərə bilər. Keçmişlə bağlı düşüncələr səni yorarsa, yaradıcı fəaliyyətlərə yönəl. Pul və resursları bölüşmək mövzusunda diqqətli ol. Romantik münasibətlərdə gözlənilməz bir etiraf səni təəccübləndirə bilər. Bu həftənin bürc proqnozu bu qədər idi. Gününüz uğurlu və xoş keçsin, gələn həftə yenidən görüşənədək.